Salam, xoş gördük hər birinizi. Bu günləri küncütlü piçeni hazırlayacağım. Onun üçün bizə lazımdır 200 qram otaq temperaturunda kərə yağı, margarin də götürə bilərsiniz. 2 ədəd yumurta, yarım stəkandan biraz çox şəkər, qabartma tozu, vanil. Burada məndə 300 qram undur. Mən yenə də sizə dəqiq deyəcəm nə qədər un istifadə etdim. Və küncüt. Yağa əlavə edirəm şəkəri. Və çəngəllə bunu yaxşı qarışdırırıq. Yağla şəkəri qarışdırandan sonra mən yumurtanın ağını ayırdım sarısından. Bizə xəmir üçün lazım olacaq sarısı əlavə edirik. Və yenə də çəngəllə qarışdırırıq. Vanil əlavə edirəm. Vanil bir paket götürün. Yenə də qarışdırırıq. Kommentarlarda mənə yazmağı unutmayın. Yazın siz necə hazırlayırsınız piçenyeləri. Bu xəmirdən çox müxtəlif pişirmək olur piçenyelər. Və mən sizlərlə paylaşacağım. Çox müxtəlif piçenyelər bilirəm bu xəmirdən. Və mütləq sizlə də paylaşacağım. Və bura unumuzun yarısını əlavə edirəm. Və bir paket qabartma tozu. Xəmiri yoğurmağa başlayırıq. Artıq hazırdır. Çox yumuşaq və ələ yapışmayan bir xəmir alındı. Məndə burada 320 qram istifadə etdim ondan. O da yumurtanın ola bilsin böyüklüyündən və yaxud da kiçiliyindən. Ona görə də reseptdə 300 qram idi. Amma mən 20 qram da əlavə etdim. Bir parça qopardırıq. Yumrulayırıq. Necə formada istəsəz edə bilərsiniz. Mən belə formada edirəm. Yumurtanın ağına batırıram. Və küncütə də batırıram. Və yığıram pişirdiyimiz mizdə. Və hamısını belə davam edirəm. Və 180 dərəcədə sobada hazırlayırıq. Artıq hazırdır və mən bunları şərbətə batıracağım. Məndə şərbət hazır var idi. Şərbətdəki 1 stəkan sudur, 1 stəkan da şəkər tozu pişirirsiniz və şərbət olur. Və yığırıq qabımıza. Şərbət soyuq olmalıdır. Amma piçenyelarımız isti. Küncütlü piçenyemiz artıq hazırdır. Siz də hazırlayın, sevindirin öz əzizlərinizi. Çox gözəl görsənir, dadı da çox gözəldir. Videonun altında resepti yazacağım. Oradan baxıb dəqiqliklə ölçüləri götürə bilərsiniz. Əgər mənim videom xoşunuza gəldisə, like qoymağı unutmayın. Abunə olun. Hələlik Allaha əmanət olun.